Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugün keçirilən iclasında çıxışı vaxtı Azərbaycanda fəaliyyətdə olan apteklərin sayının həddən çox olduğunu bildirib. Sədr deyib ki, dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görülür. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmadığını bilmirəm. Sədr əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqların olduğunu xatırladıb. Seçicilərlə görüş vaxtı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. Tibb elmlər namizədi Rəşid Mahmudov Qaynar Infoya açıqlamasında həmin apteklərin əksəriyyətində narkotik tərkibli dərmanların satıldığını bildirib. Əhliman müəllim düz deyir, bu böyük problemdir və hamını narahat edir. Bugün aptekləri sahələrə görə bölmək lazımdır. Onları sahələrə böldükdən sonra əksəriyyətini bağlamaq lazımdır. Onların çoxunda narkotik tərkibli dərmanlar satılır. Rəşid Mahmudov narkotik dərmanların ayrı satılmasını təklif edir. Bu cür dərmanlar ayrı satılmalıdır. Olmaz. Bu cür dərmanları satan apteklər bağlanmalıdır.